Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 45-ci dərs praktiki çalışma. Dərsimiz 8 ayədən ibarətdir. Lüğətdəki sözləri qeyd eləyərsiniz. Birinci ayəmiz Mümin surəsi 49. Əuzu billah, bismillah. Və ləqad və artıq, yaxud da həqiqətən, ətəynə verdik, əta etdik. Musəl kitabı, yəni Musaya kitabı, yəni Tövratı. Ləalləhum, bəlkə onlar, yəni İsrail oğulları. Ləalləhum, bəlkə onlar. Yəhtədun, hidayət olunalar. Doğru yola yönələlər. Həqiqətən biz Musaya kitabı verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər. Yaxud da bəlkə onlar hidayət olunalar. İkinci ayə Furqan surəsi 43-cü ayədir. Ərəəytə. Gördünmü? Burada mü sual ədatıdır. Tə burada yəni sən. Gördünmü? Mən o kəsi ki, ittəxəzə tutdu iləhəhu, özünə ilah, həvəhu, öz arzularını. Burada hular qayıdır mən sözünə. Əfə əntə. Elə isə sənmi? Burada sual ədatıdır. Mimi. Fə elə isə əntə sən. Elə isə sənmi? Təkunu olacaqsan. Aleyhi. Onun vəkili zamini. Öz arzularını özünə ilah tutanı gördünmü? Yaxud da öz arzularını özünə ilah tutan kəsi gördünmü? Elə isə onun vəkili, zamini sənmi olacaqsan? Üçüncü ayə Furqan surəsi 44. Əm yoxsa təhsəbu. Həsəbə hesab sözündəndir. Yəni hesab edirsən. Ənə ki əksərəhum, yəni onların əksəriyyəti yəsməunə eşidirlər, əv və yaxud yəqilun, yəni fikirləşirlər. Bura qədər tərcümə etsək, yoxsa güman edirsən ki, hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcəklər. İnhum illə, burada inlə illə gəldiyinə görə inkar təsdiqə çevrilir. Yəni onlar ancaq kəl ən'am, yəni kə burada kimi, ən'am yəni heyvan deməkdir. Yəni onlar heyvan kimi, yəni onlar heyvan kimidir. Bəl, hətta hum ədallu. Yəni onlar zəlalətdə, yəni zəlalət yolundadılar. Elə deyək. Çünki səbilə sözü var. Səbilə də yol deməkdir. Yəni onlar zəlalətdə olmaq deməkdir. Ədallu. Hum ədallu səbilə. Onlar zəlalət yolundadırlar. Ümumi tərcümə. Yoxsa güman edirsən ki, hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya fikirləşəcəklər. Onlar ancaq heyvan kimidirlər. Hətta onlar daha çox zəlalət yolundadırlar. 4-cü ayə Qəsəs surəsi 41-ci ayədir. Əuzu billah, bismillah. Və cəalnəhum, və tayin etdik onlara əimmə, yəni rəhbərlər, imamlar, yəd'unə, çağırırlar, dəvət edirlər. İlənlər, nər burada od, atəş, cəhənnəm, yəni oda tərəf, cəhənnəmə tərəf, atəşə tərəf. Və yevməl qiyamə, və qiyamət günü lə yunsarun, nəsara kökündəndir, yəni onlara
kömək olunmayacaq. Heç bir kömək olunmayacaq. Ümumi tərcümə isə biz onları cəhənnəmə yaxud atəşə dəvət edən yaxud çağıran rəhbərlər təyin etdik. Qiyamət günü onlara heç bir kömək olunmayacaqdır. 5-ci ayə Əhzab surəsi 9-cu ayədir. Ayəmiz sona qədər deyil, yəni ortada boşluq var, sonra davamı gəlir. Əuzu billah, bismillah. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirən kəslər. Uzkuru ni'mətəllah, yəni Allahın nemətini zikr edin, xatırlayın. Aleykum, sizin üzərinizə. İz bir zaman cəətkum, yəni bir zaman sizə tərəf gəldiyi zaman cunudun, yəni qoşunlar fə elə isə ərsəlnə, yəni göndərdik aleyhim, onların üzərinə rihə, yəni külək. Və kənəllahu, və Allah, yəni dırdirdir, yəni kənə dırdir, bimə o şey ki tə'məlunə, yəni əməl edirsiniz, bəsira, yəni görəndir, görür. Ey iman gətirənlər, qoşunlar sizə tərəf gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. Elə isə biz də onların üzərinə külək göndərdik. Allah sizin nə etdiyinizi görür. 6-cı ayə Səba surəsi 3-cü ayədir. Əuzubillah, bismillah. Və qaləl-ləzīnə kəfəru, və kafir olan kəslər dedilər. Kafir olan kəslər dedilər. Lə təətinə, yəni burada lə inkarı bildirir. Lə təətinə, yəni gəlməyəcəkdir. Lə təətinə, gəlməyəcəkdir. Əs-səə, yəni qiyamət. Yəni kafir olan kəslər deyəcək, qiyamət bizə gəlməyəcəkdir dedilər. Çünki təətinə, yəni bizə, nə burada bizə gəlməyəcəkdir. Kafirlər, qiyamət bizə gəlməyəcəkdir dedilər. 7-ci ayə Zümər surəsi 25-ci ayədir. Əuzubillah, bismillah. Kəzzəbə, yəni yalanladı, yalanlamışdı. Əlləzīnə, o kəslər ki, min qablihim, yəni min qablihim, yəni onlardan əvvəlkilər. Yəni onlardan əvvəlkilər də yalanlamışdılar. Fəətəhum, fə elə isə ona görə də belə də demək olar, ətəhum, yəni gəlmişdi onlara əl-əzəbu, yəni əzab, min dandan, heythu, yəni o baxımdan, min heythu, yəni baxımından, yaxud da belə deyək, bir yerdən, belə də deyə bilərik, lə yeş'urun, yəni bilmədikləri yerdən, bilmədikləri bir yerdən. Ümumi tərcümə isə onlardan əvvəlkilər də yalanlamışdılar. Ona görə də bilmədikləri bir yerdən, yaxud bilmədikləri baxımından, yerdən desə daha gözəl olar, bir yerdən onlara əzab gəlmişdi. 8-ci ayəmiz Muhammed surəsi 20-ci ayə. Əuzubillah, bismillah. Ayəmiz əvvəldən deyil. Rəəytə, gördün, əlləzīnə, o kəsləri ki, fi qulubihim, yəni onların qəlblərində məradun, yəni mərəz, yəni xəstəlik, yanzurunə, yəni baxırlar, iləyk, yəni sənə. Burada əlləzinə sözünü kimsələr kimi də tərcümə edə bilərik ki, gördün ki, qəlblərində xəstəlik olan kimsələr sənə baxırlar. Yaxud da ki, gördün ki, qəlblərində xəstəlik olan kəslər sənə baxırlar. Yaxud da sənə baxır. Sadəcə burada cəm formasındadır. Ona görə baxırlar kimi tərcümə etməliyik. Amma gördün ki, qəlblərində xəstəlik olan kəslər sənə baxır. Ayədə sona qədər deyil. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.